videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi, hər birinizin hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, hər bir kəsdən xahiş edirəm, diqqətlə bizim bu videomuzu sona qədər izləyin və rey bölümündə öz fikirlərinizi bildirərsiniz. Deməli, gözəl izləyicilərimiz, yadınızda olar, bir neçə ay öncə Zeynəb xanım mənim nəvəmin dünyaya gəlməsi üçün maşın padark eləmişdi. İndi isə həmən maşını məndən geri aldılar. Videomuzu izləyin. Gözler ustalarımız, yeriniz elə görünür. Özüm yeriniz elə görünür. Allah size değmesin. Deməli, Murmanskidən Yevlaxlı Eyvaz əmmizə təşəkkür edirəm. Bütün qrup adından, bütün izləyicilərimin adından Eyvaz əmiyə, Zeynəb bibiyə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Allah xeyir versin. Çok sağ olun. Gün o gün olsun. Hoş gelmişsin kardeş. Oldu. Bunu da Murmanskidən Eyvaz əmsi ilə Zeynəb ülüsü yollayıb Elay Valiyə. Allah çox xeyir versin. Sağ ol, çok sağ ol. O balanda gözü dolusu versin. Sağ. Çok xeyir versin. Bir alkışlayın da bir. Xeyirli olsun. Sağ ol. Xeyirli olsun. Allah Çok sağ ol. xeyir bərəkət gətirsin. Yekədiz olsun. Sağ ol. Gün olsun. İnşa qəbul olsun. Gərək inşa qəbul olmanı təqdim. Çok sağ ol. Sağ eləsin. O qərb ölkədə yaşayan Gözü dolsun. Atalarını böyüsün. Amanı nənəli. Bəli. Ayağı düşərli olsun o maşının. Nənəsiyle beraber. Düşərli olsun. Xeyirli, bərəkətli olsun. Sağ ol. Uğurlu olsun. Deməli, gözəl izləyicilərimiz, məndən şikayət elədilər, məni çağırdılar Geranboy polis bölməsinə. Polis bölməsində də çəkilişimiz var. İndi isə onu izləyək. İzləyicilərimiz, bax, mən hal-hazırda Geranboy polis şöbəsinin qabağındayım. Haqqımda şikayət var. Bir neçə ay bundan öncə maşın verilmişdi mənim nəvəmin olunması üçün. İndi davernusunu ləğv elətdirib, məndən də şikayət eləyib. Bax, indi hal-hazırda Geranboy polis bölməsindəyim. Gözəl izləyicilərimiz, bax, 4000 manat maşını ödəyirik və ərzə geri götürülür. Maşın yerlərində gedib maşınlarının sənədlərini 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100. 4000 manat. Gözəl izləyicilərimiz, bu qardaşların heç bir günahı yoxdur. Maşın alıbdılar, yazdıqlar burada. Bir aydan çoxdur ki, maşını sürməyə həsrətdilər. 4000 manat yazılı surətdə haqqında şikayət edildilər, pay verilən maşın haqqında. Maşına da 3800 manat şəxsən mən özüm pul təşləmişəm. Allah o maşına kömək eləyən
Rusiyada kömək edən dostlarım var mənim. Allah canları sağ eləsin. 4000 manat da cəriməni ödədim. Yəni şikayəti geri götürdü. Bu qardaşlar da yerində daverluslarını almağa. Allah o maşından sizə xeyir versin qardaş. Sağ ol, Allah köməyiniz olsun. Sağ ol. Sağ olun. Və gözəl izləyicilərimiz, polis bölməsində verdiyim izahatı, bax elə bu günlərim efirdə verəcəyəm. Yəni kimlər nələr elədilər, kimlər nə iş gördülər, hamısı bax burada bizim efirimizdə canlanacaqdır. Deməli, o maşın mənim qapıma evakuatorla şəxsən Sadiqin özü gətirmişdi. Maşının üstündən çıxan zafsaslarımızı indi isə izləyək. Baxın, gözəl izləyicilərimiz, bax bu üstdən çıxan qabaq krellərdir. Bax, sürüyün içində. Qabaq bu feri vapşı olmuyor. Karofkan şeydir, bu güzgüsüdür. Farası, dalı stopudur, hamısı təzə alınıb. Görürsünüz, bax. Bunlar da qabaq faralardır, absovkasıdır. Abufkalar nə gündə, bunlar nə gündə. Yəni bunun zafsaslı, bunun üstə gələn, bax bunlar olubdur. Abufkanın gününə baxın. Mən bunu hamısını gedib oradan buradan dənə-dənə təzə alıb gətirib. Bir dənə bu abufkalara mən 250 manat pul vermişdim. Buyurun, bax bunun üstündən çıxan zafsas budur. Hələ çox şey, heç vapşı yox idi. Deməli, gözəl izləyicilərimiz, mən ilk dəfə bunların qapısına, Sadiqgilin qapısına mən ərzaq aparmışdım. Orada anası efirdə müraciət elədi. Əhdimizi becərə bilmirik, suyumuz yoxdur. Ona görə xahiş edirəm, bizim qapıda artizan vurun. Yəni əhdimizi becərək 5 manat, 3 manat çörək pulu eləyək, dolanaq. İndi isə artizanın vurulmasını izləyəsiniz. 1750 manat artizana xərc çəkilib. Ben de seçtim. Olsunlar, bizim xeyriyyətçi kanalımız, Allah xeyriyyətçi qardaşlarımızın, bacılarımızdan sağ eləsin, onların sayesinde. Amin, amin, amin. Allah canınıza sağlık versin. 150 turbada 6 ədəd 400 manat. 40 şırankımızdır, 33 metr 82 manat. Amerikankamızdır 12 manat. Boltumuzdur, kəndirimizdir, izolintadır. Toplam cəmi 520 manat. Cəmisi 520 manat elədi. Yəni bu durpanın satış qiyməti? Satış qiyməti 53-54 manatdır. Siz xeyriyyətçiliklə məşğul olursunuz. O səbəblə biz 50 manatdan veririk sizə. Şırankımız 2 manat 72 manat 80 qəpikdir, 2 manat 50 qəpikdən veririk. Sağ olun, Allah köməyiniz olsun. 520 manat elədi. Bəli. 30 manatı da 30 manat da maşının yolunu. Ehtiyaç var buraya yazın. Maşının yolunu. Ha, yaz ora. 200, 300, 400, 500, 50 manat. Arkadaş, Allah köməyiniz olsun, Allah canınızı sağ eləsin. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, bu da 12. Çok sağ ol kardeşim. Allah canını sağ eləsin, ömrün uzun olsun. Çok sağ ol. Allah ruzi bərəkətinizi bol eləsin. Allah Teala o Qazi qardaşımızın Amin inşallah. quyusuna kömək eləyən qardaşlarımızın, analarımızın, bacılarımızın canını sağ eləsin. Sağ ol, çok sağ ol. Allah siz kimi də xeyirxah oğlanların canını sağ eləsin, vətənbərber oğlanların canını sağ eləsin. Biz ömür boyu şəhidlərimizə, qazilərimizə borcluyuq. Sağ ol, Çox sağ ol qardaş. Allah köməyin olsun. Sağ olsun qardaşımız da 1450 manat eləyirdi, 1200 manat aldı. Sağ ol, Allah çox köməyin sağ ol. olsun. Var ol, Minnətdarım. çox sağ ol qardaş. Çəkilişimiz bax bu. Və gözəl izləyicilərimiz, artsan vurulandan sonra bunların qapısında artsan vurularkən bir maşın var idi, 190 Mercedes. Yəni ona maşın demək olardısa, metallomluq bir maşın idi. Sadiqin özü şəxsən dedi ki, 700 manat metallom pul verir. Mən də bilirsiniz də, böyüklərdən üzr istəyirəm, oğlum ustadır. Mən də belə bir söz işlətdim ki, orada, əgər metallom 700 manat verirsə, Elməddinə deyərəm, baxar,
mən 1000 manat verərəm, verərsən mənə. Aradan bir neçə gün keçdi. Zeynəb zəng elədi ki, gözəl izləyicilərimiz, zəng elədi ki, o maşını mən Elay balamıza padarik eləyirəm. Yəni Elməddinin təzə qızı olmuşdu, amma maşın yığılsın, çıxsın ortaya qrupumuzun adından. Mən maşına 3800 manat xərc çəkmişəm, gözəl izləyicilərimiz. Çox sağ olsun, bizim gözəl kanalımızda Allah canını sağ eləsin, Allah atasına rəhmət eləsin. Şəxsən Eliş Allah şahididir. Eliş qardaşımıza Zeynəb özü zəng elədi ki, 2 dənə təkər alarsan, sağ olsun, Allah atasına rəhmət eləsin. 4 dənə təkər aldı. 4 təkərdən sonra da Eliş qardaşımız maşına 4 dənə disk aldı. Kaykasına qədər, faralarına, haraçı 1000 manatdan artıq elə Eliş kömək elədi. Sağ olsun. Allah canını sağ eləsin, Allah qapısını açsın. Habil əmi bu işdə yəni kömək eləyib. Maşının bəzi detallarını Habil əmi zəh vurub gedib götürmüşəm. Allah canlarını sağ eləsin. Maşına 3800 manat xərc çəkdim. Bu səfər maşını mən satdım. Maşının davernusunu ev tikintisi getmədiyi üçün davernusu getdilər, bağlatdılar. Maşın Sevda xanımın adına idi. Mən də getdim, çağırdılar şöbəyə. Şöbədə faktları qoydum ortaya, subutları qoydum ortaya, səs yazıları var idi, video görüntüləri var idi. Hamısını qoydum ortaya. Dedim ki, maşınını istəyirsən? Dedi, bəli, maşınımı istəyirəm. Dedim, bəs bir belə cəmaatı niyə alladırdınız ki, maşın padarkadır, maşına bu boyda xərc çəkilib. Maşınıma 3800 manat pul xərclənir. Hələ usta pulunu salmıram. Gətir 3800 manatımı şöbədə bu söhbət gedir. Gətir 3800-ümü ver, maşınını qaytarım verim. Dedi ki, yox. Dedim, yaxşı. Mən maşına yığdığım detallar, üstündən çıxan köhnələr mənim qapımdadır. Yığım üstünə köhnə detallarınızı. Maşını nətər gətirib qoymuşsunuz mənim qapıma, gəlin heylidə aparın. Dedi, o maşının üstdən bir şurub əski ola bilməz. Yəni, şərlə, böhtanla məndən 4000 manat pulu aldılar. Elə evin üstünə də 4000 pul lazım idi. Yəqin bunun üçündür. Çox gözəl Zeynəb oyun oynadı. Çox gözəl planlı iş gördün. Amma unutma ki, sən fikirləşmə ki, sən qazandın. Əksinə sən uduzdun. O 4000 manatı mən borc aldım, verdim. Bugünkü gündə mənim bu günlərim aprelin 20-sidir, nəvəmin ad günüdür. Mən nəvəmə bir dənə bir çöp də alıb verə bilmədim. Yəni, Allah göydən baxır. Haqqı nahaqqa verməyin. Düz nədir, onu danışın. Maşını padark eləməmişdinsə, bax, mənim qapımda çəkilişdə o maşın niyə təqdim olunurdu? Niyə qrupun adından deyirdin, sağ olsun, hələ Eliş şey elədi ki, yox, maşın rast ki elədi, maşın yaxşı qoy çıxsın, qəşək çıxsın ortaya. Xeyli xərc çəkildi, maşın yığıldı, qrupun adından olmadı, sənin adından oldu. Deməli, bu sizin bir oyunuymuş da, oynayacaqmışsınız deyən, bax, belə hərəkətlər elədiniz. Mən 4855 manat əlimlə pul vermişəm. O evə gedən puldur. 1750 manat da artizanınıza gedən puldur. O gələn produktu salmıram hesaba. İndi də dirənibdilər ki, mənim gözəl izləyicilərim. Dirənibdilər ki, indi də bizə aid nə videolar var, silinməlidir. Pojolsta, silirəm. Gətir. 1750 manat 1, 4855 manat da 1 eləyir. Gətir, qoy stolumun üstünə. Videoları silim. Şükür Allah, videolarda tənqid yox, təhqir yox. Hamısı göz qabağındadır. Nə oldu, yardım istəyəndə pul göndərənlər yaxşı idi. İndi pul göndərənlər pisdir, xəqani pisdir. Deməli, gözəl izləyicilərimiz, bax belə mənim üstümə şərlə 4000 manat məni ziyanlığa saldılar. Mən bugünkü gündə nəvəmin yanında mən boynumu qızardıram. Mənim pulum yoxdur ki, ona bir dənə nəsə alam, aparam verəm. Nəsə alam. Yəni, ilk oğul nəvəmdir.
Elə o maşını ona padarka eləmişdilər. Mən heç nə demirəm. Mən nə kimsə təhqir eləmirəm, nə kimsə qarğış eləmirəm, nə kiməsə tənqid eləmirəm. Mən bizə dənə şey bilirəm. O ulu yaradanımız hər şeyi gözəl bilir. Toyuqdur, toyuq da su içəndə başını qaldırır, Allaha baxır. Elə bilirsiniz ki, o 4000-i məndən aldınız. O boyda əziyyət çəkmişəm, evin tirinə qədər alınıb. O boyda əziyyət çəkmişəm, siz bax bu hərəkət elədiniz. Mən şəxsən, o pul göndərənlər öz fikirləridir. Şəxsən mən əziyyətimi də, o əlimlə verdiyim 4000-i də haqqımı halal eləmirəm. Vallah, Allahsızlıq iş görməyin. Allahsızlıq iş görənin Allah bəlasını verir. Mən heç nə demirəm. Mən atmışam Allahın üstünə. Allah özü hər şeyi görür. Əyrini də görür, düzü də görür. Nahaqqı da görür, haqqı da görür. Allah özü hər şeyi görür. Allah şahidi. Allah canını sağ eləsin. Allah atasına rəhmət eləsin. Allah balalarını saxlasın. Allah şahidi Jevski şəhərindən Maqa qardaşımızdır. Şəxsən Maqa qardaşımız o evdə, o artizan vurulanda Maqa qardaşımız orada olub, o maşını görmüşdü. O maşının içində toyuq yumurtuyurdu. O maşına mən nələr xərc çəkdim onu göydəki Allah bilir. Hələ mən aldığım materialı yazmışam, yəni 3800 manat. Usta pulunu salmamışam ora. Ondan daverin sığorta, maşını buradan qoyub evakuatora aparmışam. Yevlağa Meriya aformut olunub Sevdanın adına. Yəni bunların mən heç birisini hesaba salmamışam. Adam Allahsız iş görməz. Niyə o maşını nə maddi marağınız var idi ki, o maşını çəkilişlə padark eləyirdiniz. İndi elə bilirdiniz ki, elə belə də örtülü qalacaq, çəkilişlə də padark elə, cəmaat hamısı biləcək ki, Zeynəb xanım Xəqaninin nəvəsinə maşın verdi. Yox, o maşını alan oğlan, and olsun Allaha, Davernus alana qədər, Davernus verilən yerdə şöbənin qabağında hökürdü ağladı. Yetim oğlandı, ürəyə də özdə kaprondu. O hökürdü ağladı ki, sən bir daha xeyriyyətçiliyi burada görsətdin ki, o maşını elə bir sən bana padark elədin. Şöbənin qabağına 40 dənə qazi yığılmışdı. Gələn hamısı deyir ki, ayıb olsun. Bu nədir, bu nə hərəkətdir, bu nə pəstahadı verirlər. Nə olub? O 4000 manatla, şərlə, məndən o 4000 manat alıb, evin üstün bastırıb ondan xeyir görə bilərsən. İndi çəkilişdə xahiş edirəm, izləmədə qalın, mənim oğlumun, üzr istəyirəm məndən böyüklərdən, ərinə bax, o ərinə ayağına döyə-döyə, çəkişi vura-vura o maşını düzəltmişdi. O boyda zülüm çəkmişdi, indi deyib yoxdur. Zülüm çəkib o 4000 borcu biz qəpik-qəpik çomalayıb verəcəyik. Amma Allah göydən baxır, Allahsız iş görməyin. Allahı unutmayın, başınızın üstündə Allah var. Allahla danışın. Başladılar hərəsi bir tərəfdən. Qardaş, sənin başına dönüm. Şöbədə mən tramvay polis bölməsində Allah Ceyranboy polislərinin canını sağ eləsin, onlara mənim böyük hörmətim oldu. Həqiqətən haqqına haqqa vermədilər. Orada onların üstündə, onların yanında qalxdı ayağa ki, maşından bir şurup açılmalı diyor. Maşını heylə vermişdin. Maşının altında 250 manatlıq diski var idi, yoxsa 400 manatlıq təkər var idi. 650 manat Allah atasına rəhmət eləsin, elə tək diski təkərə verdi eliş. Gələn diskini də çəkəcəm, təkəri də çəkəcəm. Üstündə gələn krelləri də çəkəcəm. Arxa patbilesi yox, içi başı yox. Elə Habil əminin Allah qapısını açsın. 250 manat təhsil onun için nabufqalarına verildi. Budur, hörmət. İndi burada izləyicilərimiz də qoy elə bilsin ki, yəni bu maşın padark olunub, bax belə də qayıtdı. 4000 manat, 4000 manat. Hamısı çəkilişimizdə var, izləyib görəsiniz də. 4000 manat mən pul ödədim. Sonra davernus verdi, maşını getdi, yəsi keçdi öz adına. Ona görə də bilirsiniz nətərdir. Pul göndərən
Hər şeyi mən görmədiklərimi mən həmişə demişəm, mənim izləyicilərim görür. Niyə bir dənə Geranboylu orada bir dənə pul göndərmirdi? Niyə o bir evlərdə göndərilirdi? İndi 14 dənə bu evdən başqa ev tikilibdi. Elə hər problemi olan qalxsın desin ki, o videoları sil. Nətər silim? Nəyə görə silməliyəm? Efirdə yalvarıb cəmaatdan pul alanda yaxşı idi. İndi ev tikilmir deyilmən videolar silinməlidir. Onda elə o 14 dənə evlər tikilibdi də. Onların hənkisindən artıqsan. Elə qoy onlar da qalxsın ayağı desin ki, xəqani bizim videolar silinsin. Bəs yaxşı, dəftər tutub o 50 dərəcə, 40 dərəcə marozda işləyən oğlanlar. Dəftər tutub pul yığıb. Dəftər tutub gedib deyib, əli 500 rubl ver, Qaziyev tikilir, buna deyib, ona deyib pul yığıb. Bəs səhərlərim bu video silindi. Bax, o pulu yığıb mənə göndərən oğlan deməyəcək ki, xəqani video necə oldu? Bəs mən orada pul yığıb göndərmişdim. Pul verən oğlanlar videoya baxmaq istəyir. Video niyə silinir ki? Nəyə görə silinir? Söyüş yox, təhqir yox, problem yox. Nəyə görə silinməlidir ki? Sildirmək istəyirsən, bacarırsa. 1750 manat birdir, 4855 manat da birdir. Gətir, qoy stolun üstünə, videonu silim. Hamısını da silim, bir dənə də videonu qoymayım qalsın. Düz artizana qədər. Bir dənə videon qalmayacaq. O pulu da səndən alıb, kanaldakı yardım eləyən oğlanların, yaxşı insanların, hamısının sözü ilə, hamısının birliyi ilə hənkisi evə lazımdır. Hara lazımdır, ora xərclənəcək. Bugündən sonra fikrim bugünə qədər, dönənə qədər, sırağayına qədər mənim fikrim kanalı bağlayıb, vapşı bu işlərin başını bıraxmaq idi. Bugündən sonra bu kanalda evlər də tikiləcək, kasıblara yardımlar da paylanacaq. Bu kanal irəlidə olacaq. Çünki bu kanal haqdır. Bu kanalda heç bir haramçılıq olmayıb, heç bir nankorluq olmayıb. Nankor insanlar olub. Haqqına haqqa verən insanlar olub. O da göz qabağındadır. İzləyici də görür bunu, yardım eləyən də görür bunu. Hər şeyi hamı qəşək görür. İlk dəfə mənə zəng elədi ki, Ceyranboy rayonunun Məşədi Qaralar kəndində bir qazi var, 2 uşağı var, asınacaqlı bir vəziyyətdə yaşayır. Xahiş edirəm, yardımın olanda orada yardım apar. Niyə zəng eləyib? Məni Məşədi Qaralar kəndinə, qazinin ünvanına yox, demirdin ki, mənim bacımın balasıdır. Deməli, bu oyun siftədən gəlirmiş də, oynana gəlirmiş, mənim də xəbərim yox. Şöbədə üzümə durur ki, mən nəyə görə sağ maşın verməliyəm? Bəs sən mənə maşın vermirdinsə, mənim qapımda nə əzirdin? Bəs sən mənə maşını vermirdinsə, mənim qapım o maşını qoyub evakuatora nəyə gətirirdiniz? Nə maddi marağa gətirirdiniz? Deməli, sizdə maddi maraq var idi də. Maddi maraq var idi ki, biz bu maşını verək, xəqani buna bu boyda xərcləksin. Səhərlərim xəqani desək ki, yox, mən bu ev tihbirəm, bu oyunu onun başına asaq. Açdınız da. Amma onu unutmayın ki, mənim balalarım çəkişə döyə-döyə o pulu qazanır. Çəkişə döyə-döyə o maşını yığıb. Birin çəkişin dəmirə vuranda birinin əlinə vurub. Bunu unutmayın. Bir dənə bunu yadınızda saxlayın. Güya indi mənim o 4000'imi alıb, bunlar evin üstünü yığıb, düzəldib, firavan yaşayacaq. Haramçılıqla biri ev tikir, tanınmaz, bilinməz, 100 dəfələrlə mənim başıma gəlib. Yolla gedirəm maşından, görürəm ki, usta işləyir, ev tikir. Şüşəni yendirirəm, deyirəm, Allah xeyir versin. Xeyir dua ilə iş görmək ayrı şeydir. Sən mənim bu boyda əziyyətimi, sən mənim bu boyda zəhmətimi, sən bu boyda məndən əlavə, bu boyda kütlə şəkildə o 40 dərəcə, 50 dərəcə marozda pul qazanıb göndərən oğulların da sən haqqını tapdaladın. Olmaz, belə olmaz.
Yenə mən həmən xəqaniyəm. Şükür Allaha. Mən şəxsən 100.000 ortada pul olsa, mən şəxsən and ol Allaha mən o hərəkət eləməzdim. Nədir? 700 manat civarında olan bir leşin, metallomluq maşının gəldiniz, siz belə söhbətini elədiniz. Belə hərəkətini elədiniz. Məndən 4000 manat durduğum yerdə mənə ziyanlıq vurdunuz. Bunu Allah götürər. Mən, dəyərli izləyicilərim, canlı da açacağım, pul da yığacağım, yardım da yığacağım, evlər də tikəcəm. Bu işdə davam eləyəcəm. Mən şəxsən kim eləyir, rəy bölümündə yazıb haqqını halal eləyər. Mən haqqımı halal eləmirəm. Haqqımı halal eləmirəm. Allah özü görk eləsin. Mənə quyu qazana, Allah özü salacaq quyuya. Mənim sözüm bu qədər. Gözəl izləyicilərimiz, Elmədin bax bu zülmdən qazanıb o pulu ödəyəcək. Əllərini ver elə. Bax, bu zülmlə qazanılır, yox pul. Onu yeyə bilməz.